Demək bu Hürü cavan gəlindir. Bunun demək birinci nikahı getdi. Onu balaca idi. Dedi nənəm məni zorla ərə verdi. Sonra deyir, daha gördüm ki, oğlan məni yola verəsi deyil. Çıxdım gəldim. İkinci dəfə deyir, Şəkilin Dəhnə kəndinə getdim. Hə? Bu axırıncı uşaq olan üçüncüdür. Hə. Orada da yola vermədilər məni. Oradan da çıxdım. Deyir, oradan da çıxdım gəldim. Sonra deyir, bibimlə deyir, taksiyə minmişdik. Taksi şoförü deyir, bibimlə maraqlandı mənim haqqımda, elə dedim də. Nəysə, mən ondan evləndim. Amma ondan nikahlı evlənmişsən. Rəsmi ailə qrup, üçüncüdə rəsmidir. Ondan da bir uşağı var. Hə, indi bu qız cavan qızdır, cavan gəlindir. Bunun biraz problemi var, şəhərə gəlib Bakıda dolanması, ondan sonra uşağın böyüməsi ilə bağlı deyir ki, mənə dəstək olun. Nikahın pozulmasını da istəyir. Hə, bəli, sarı. Hal-hazırda və o bizə dediyinə görə DNK açdırmaq istədi. Hə, gözəl dediniz. Sonra bu üçüncü düzdür ki, uşağın alimentini verir. Oğlan qayıtdı ki, Elgiz müəllim, mən demək alimenti verirəm, amma xahiş edirəm DNK yoxlansın. Ona görə ki, mən o dövrdə deyil, arqument gətirdi ki, müalicə olunurdum deyəsən. Dedi ki, mənim uşağım ola bilməzdi. Hə, mənim övladım ola bilməzdi. Övladım ola bilməzdi, amma bu Hürüdən necə övladım olub özüm də bilmirəm. Amma Hürü xanım gəldi mənim yanıma, biz onunla danışdıq ətraflı və Hürüyə dedim ki, yəni sən əminsən də, yəni bu atası, çünki biz atalıq müəyyən edilməsinə görə biz açacağıq davanı qarşı tərəf olaraq. Dedi ki, mən özümdən 100% əminəm, o uşaq Sarı müəllimin uşağıdır, biz atalığın müəyyən edilməsini biz açaq. İndi o, məsəl üçün, tələb elədi DNK testi. Atalığın təsdiq olunması məsələsi ortaya çıxdı ki, bu uşaq bu Sarının oğludur. Qızdır yoxsa oğlan? Oğlan. Xanım onu məhkəməyə verə bilər ki, mənim şərəfələrdə. Təbii ki, təzminat aça bilər. Yaxşı, bu bəyəfəndin indi nətərdirlər, biraz şübhəsi var da, onu dilə gətirdi ki, demədi, təhqir eləmədi ki onu. Böyütən şər atılır. Amma hər halda, dedim mən demirəm, yəni bizdən də, əgər mən müalicə oluramsa, mənə deyiblər ki, sonsuzsan, ay Elgiz müəllim, Allahın işidir, o pis mənə demədi ya. Belə də dedi, mənim yadımdadır. Bunu telefonda da deyə bilərdi, telefonda dedi də. Yox, ictimailəşdirdi. Dedi ki, mən demirəm ki, mənim ona, mən amma bir şey xahiş edirəm, ola bilər, mənim uşaq mənim uşağımdır. Amma bir məsələ var ki, mənə müalicə oluram və mənə sonsuz demişdilər. Ona görə olarmı ki, mümkünsə bir DNK testi eləyək? Bəli, bu da ictimailəşdi ki, hal-hazırda hamı, bütün Azərbaycan düşünür ki, Hüründən Sarının uşağı olmaya bilər. Düzdür, bu yəni telefon vasitəsilə ikisi təkbətək tət demədi axı. Bu artıq konfidensiallıq pozuldu, məhfilik pozuldu. Yəni ona görə də hal-hazırda... Sarı evliyi daxil elə bir. Yox, boşanmışdı, sonra buna... Uşağı olmayıb boşanıb, eləmi? Deyəsən, Sarı evlənib uşağa görə. Boşanıb ondan, gəl bunu alıb mən biləm. Uşaq olmayıb. Neçə il evli qalıb? Bir il. Bir il uşaq olmayıb boşanıb? Bəli. Və o da deyir ki, ona görə mənim uşağım, amma... Mən %100 razıyam da DNK testinə. Hətta mən müraciət edirəm ki, atamın müəyyən edilsin. İndi Hürü, sən elə bir həyatın dəyişdi. Mən sevinirəm. Ola bilər ki, hansısa qohumun dəstək çıxdı sənə. Nə oldu, nə baş verdi? Üzün gülür, əvvəlki Hürü deyilsən. Ondan sonra... İndi evi atıblar mənə, evin görüntülərini. Qəşəngdir, gözəldir, ev tutsan. Yox, orada 2 günlük qalıram. Orada 2 günlük qaldıq. Orada qalmırıq hal-hazırda. Kim tutub bu evi sənin üçün? Yox, biz elə ki, Samirgil bizi çıxardan da evdən. Biz yarım saatda biraz küçədə qaldıq. Ondan sonra bir şəxs var idi, sağ olsun, Allah yolunda köməkli elədi. Bilmiyorum, biz də tanımırıq. Bizə belə bir ev verdi, dedi ki, ev tapana qədər. Sizin evə ehtiyacınız var. Mən dedim, mən getdim həmən şəxsə dedim ki, mənim köməkliyim. Kimdir ki, bu iki daşın arasında bu şəxsi hardan tapdın sən? Həmən şəxs binada qalırdı, belə 5 daşıyırdılar. Hansı binada? Samirgelin binasında. Bəli, onun böyründə bina var. Orada bunlar eləyirdi, biz getdik və balkon üşüyürdük. Nə şey eləyirdi? Onlar 5 daşıyırdılar.
Hə, hə. Biz də üşüyürdük, çöldə qalmışdıq deyinə, üşüyürdük. Getdik özümüzü balkona saldıq. Onların Balkonda blokuna saldınız. Bəli, blokuna. Sən, qardaşın, qucaqlı Ana, uşaq. Bir də anan. Ana. Getdi orada bunlar soruşdu ki, o şəxslər ki, nə olubdu, nəyə ehtiyacınız var, siz niyə bu gündəsiz? Dedim ki, heç nə, evdən çıxarıblar, gedəcək yerimiz yoxdur. Dedi, gedin ailənizin yanına qoyaq. Dedim, qəbul etmirlər də, qoymurlar bizə. Dedi, onu gəlin belə eləyək. Ev var, sizə mən köməklik eləyim. Çünki biz Azərbaycanlıyıq. Bir, hə, dedim ki, Tahirə, sabah nə edirsən? Çubuşuğu götürürsən qucağına. Gedirsən, qəşəng bir blok tap. Yaxşı adamlar yaşayan blok. Mən də aparım, mən də aparım. Dəyərlisən, qalmısan bir otaqda. Deyirsən ki, Mənim bəxtim olsa, denən ki, bu çubuşla ikimiz qalmışıq pis vəziyyətdə. Ergiz müəllim. Bizə kömək lazım. Görürsən oradan heç olmasa. Ergiz müəllim. Bu adam düşdü, yeni tikili Navastorkadan haçar verdi sizə, saldı sizə evə ki, buyurun. 2 günlük qaldıq. Sağ olsunlar, köməklədi. 2 günlük həmən o evdə qaldıq. Ondan sonra dedi ki, ev tapın, özünüzə kirə tapın. Bəri başdan 1 aylıq kirəyizin pulunuzu mən verim. Hal-hazırda qaldığımız kirədə 300 manatlıq kirəyə tutduq, yeni o evdə sıraqamada. qalmışsınız, elə qalın orada da. Yox, onu sadəcə 2 günlük verdi. Onun yiyəsi başqaydı. Hə, Dedi sonra ki, başqa evin pulunu verdi. bəli, başqa ev tutdum. Bu adam kimdir bu gözəl, əməli, salih insan? Mən də tanımıram. Adını Sadəcə bilirsiniz? belə köməklik elədi. Bir mən də tanımıram. Ay qızım, başıma oyun Amma gələr. tanımadı adama elə istəyib kömək deyirəm, edir. cavan gəlinsən. Bura Bakı megapolis, mən indi ola bilər bəlkə də dediyi kimidir ya, adam əməli salih, o qədər insanlar deyil. var. O qədər Amma hər halda, var ki. hər halda bu ehtiyatlı olmalıdır. Bir Bəli, cavan bəli. gəlini, gəl burada qal. Sonra 2 gün, sonra sənin üçün ev tutum, get bura. Yox, Nə bilim, yox. valla. Nə isə, yenə dedim Tahirə bir dənə. Aha. Çubuşu da götür bir dənə. Get sən Allah, blokların birində dayan. Mən üşüyürəm, soyuqdur mən. Valla çubuşu alıb aparırlar, mən qalaram orada. Elgiz Bey, bir Sən sual. qalarsan orada. Elgiz Bey, Yazıq, hə. Hə? Necə? Elgiz Bey, siz məndən yaşça böyüksüz, yəni mən bunu Bəli, ağıl buyurun. öyrətmək kimi demirəm, mənim həddimə deyil. Yəni bir gənc xanım olaraq demək istəyirəm ki, hər halda siz qabaqcadan demirəm, ha 100% elədir. Bəlkə ünsiyyətiniz olub, yazışmanız olub. Yəni heç kimə bu gün mən səni tanıyım, sabah ev tutum. Yəni hələ bu tanıdığın adam burada elə bir eləmir şey heç. olmayıb ola da bilməz. Mən dürüstəm, mən heç nəyə yalan demirəm. Elgiz müəllim, Həmən nasıl Siz mümkün deyil. verilişə çıxırsınız Hürü xanım. Həmən bəy bilir siz verilişə çıxırsınız. Bilir ki, bura Bilir verilişə- verilişə. yəni, bilir, O bilir, bilmək, bilmir. bəlkə də Bilirsə bilir. tutar getdi ona yanlış hərəkət edən Mən məsələn. nə O deyirəm? günləri deyil. Allah ona deyir, bax mən Elgiz deyirəm. müəllim, Deyirəm, Allah nömrəsini can verim, sağlığı hətta versin, əlaqə ömrü uzun saxlayın. olsun, Mən yalan amma danışmıram, burada niyyət nə var? təmizdirsə. Nə gözəl nümunə olur da mən Mən onu alqışlayıram. başa salıram ki, ay qızım, bax bura Bakıdır, Şəki balaca yerdir, hamı bir-birini tanıyır. Bakı şəhəri böyük şəhərdir. Burada 100 cür insan var. Tək ki, dünyada Mən ona yaxşı görə adamlar sənə olsun. deyirəm ki, yəni bu adamın səni ayıldıram ki, ayıq ol da. Biləm, Bir başa iki düşürəm kimdə aparıb salar evə. Hə, gəl bura, buranı estağfurullah. sənə verirəm. Artıq bir aylıq kirayəni də verib, düzdür? Ha. Ay Hürü. Verir bir aylıq kirayəni. Hürü xanım, kirayəni də pulunu verib artıq. Həmən günündən biz bu indi tutduğum kirayənin pulunu Artıq karta tutmusunuz. ötürdü. Bəli, tutmuşuq. Bir aylıqda hal-hazırda. verib. Verdi. Vəssalam. Verib. Tarı Dedi, getdi data deyir, rica sən edirəm. istədin mən ki məndə. Nömrəni verirəm. İndi qulaq asın, gələcəm. danışarsınız Geyim o adamla tərzi, siz. geyim tərzi sənin özünə aiddir, özün bilərsən. Bizim heç birimizin ixtiyarı yoxdur ki, sənin geyimə görə də. Hava soyuqdur, bizə görə. Sən Şəkidə də belə göbək açıq gəzirdin. Yox. Bəs indi nə oldu Bakıya gəldin, sən göbək açası oldun? Nə bilim. Bax, ömrü də göbəyin var, Nə açıq. bilim, bir saniyə. Bir kız uşağını, yenə də Özəliyi var deyirəm, ki, ümumiyyətlə deyirəm, bir cavan gəlinin, əyalətdən gələn bir gəlin, məsəl üçün, gəlsin, göbəyini açıq qoysun, başlasın videolar çəksin, ondan sonra hələ bunun nə boyda problemləri var, görürsünüz, o ev, ailə, qohumlar, əqrəbə, yazıq qız, mənim ürəyim ağrıdır ki, ay Allah, bu bütün bu dərdlərdən baş-başadır. Yəni, belə bir vəziyyətdə, həm ictimai, sosial şəkildə, həm də verilişdə, yəni bunun, indi sən, ya müasirlik, Orada canlı yayımlara da girirdi də Hürü. hə, Mən bilən, Hə. yəni indi deyəsən girmir. Mən son vaxtlar yəqin ona görə də geyim tərzi də biraz dəyişilib düşünürəm. Mən TikToka sənə bir görə. söz deyim, Hürü, Ola bilər. çox O cür ehtiyatlı ol. geyimi müasirlik deyil. Hürü, 3 dəfə sənin ailə dağılıb, 3 dəfə ağzın yanıb da, düzdür? 3 dəfə sən istədin ki, ailə qurasan, ailən olsun. Qızım, çox ehtiyatlı ol. Olduqca ehtiyatlı ol. Suyu da üflə-üflə iç. Bax, mən sənə söz deyirəm. Bax, indi bir uşaq qucağımda. Sən çalış ki,
yaxşı bir indi Allah özü yetirəndə yetirir. O axtarışla deyir ki, özü sən indi deyirsən bu dəqiqə ərə gedirsən, adam axtar. Məsəl üçün də ərə getməyə lazımdır. Sənin də uşağın var, özün yaxşı qoçaq qızsan, işdə, anan da işdəsin, qardaşın da işdəsin. Atası danışmaq istəyir. Eşidək atasını. Atanın yanına niyə getmirsən bə sən? Neçə və səni çağırıb? Vaxtı ilə nətər deyim, bizə sahib çıxmadı. Mən bu gün Amma yerlərə vaxtı indi gəldim ona sahib görə. çıxmayıb. İndi ata deyir ki, gəlsin qızımı istəyirəm. Ona şərait Ana qurmaq da istəyirəm. qəbul edir, ana da bundan daxil. Anası başqa. Xanım niyə istəmirsən atanızı? Anası- Çünki indiyə kimi Anası o nə evdə qalanda, o evdə Mikrofonu qalanda yaxın. biz o evdə Amma anası qalanda sahib çıxıb. bizə çörək pulu bir dəfə 300 manatlıq Yaxşı. bazarlıq elədi. Sonra Ana- bir Rasiya gəlsənsə Bir dəqiqə, sizə anan da baxıram. səni atmışdı deyirsən də. Bəs nə yaxşı ananı gətirib salmısan Ana ora? yaxşı Çünki bugünkü gündə anam mənim yanımdadır, mənə dəstək olur. Atanız da deyir ki, qayıdın Atan gəlin da yaxşı. sənin atan da olsun da. Atam, mən uşaqlıqdan bu yerə atamın yanındayam. Atam bir dəfə bazarlıq elədi. Dedi Rasiya gəlsənsə baxıram, Rasiya gəlmirsənsə baxmıram. Ben niye gitmedim? Ona görə də Hadi gəl də istəmirəm. ged atanın yanına. Burada Getmirəm, mən Göbək Rasiya, açıq mən gəzincə Rasiya ged atanın getmirəm. yanına da. Yox, mən Rasiya Burada getmirəm. əziyyət çəkir. Öz Bir doğma saniyə, atan üzr sənə istəyirəm, niyə bir saniyə. dursun? Ata çağırır sənin Alo. yanına. Düzgün deyil axı bu. Alo. Elgiz mənim, salam Elgiz müəllim. Salam. Düzdür, onlar mənim evlatlarımdır. Sizdən artıq dərəcədə xahiş edirəm. Onlar nə deyirsə, hamısı səhvdir. Biz onlara o qədər əziyyət çəkmişik ki, onları mən Rusiyaya da çağırdım, gəlmədilər. Mən onlardan davacı imtina elədim. Onları yolundan çıxardan anası oldu. Da onlar anası deyəndən gedirsə, getsin o anası, o da özləri. Nətər məsləhətli heylə diləsinlər. Da mənim cəmaatım tanıyır ki, mən anam, dədəm rəhmətli onlara nə zulm çəkir. Mamam rəhmətə getdi, onların işinə gəlmədi. Hə, telefonla danış. Mən bildim Sənə canlı qoy. ata nənəm baxır. Daha nə fərqi var ata nənə ya Atan nənə, hə də atanın anası baxıb da sənə. Yəni sən- Ana anası baxmır var ki. ki, yəni. Kişi deyir ki, Atan nənə pul göndərirdi Moskvadan, Rusiyadan. nənə baxır Baxmaq da. üçün də Ata sizə- göndərdi, nənə baxırdı. Ümumiyyətlə nənənlə atan kontaktdaydı, telefonla zaten. Bəli. Da qutardı getdi. Ata Atan nənəyə göndərdi. göndərib, nənən də sənə baxıb da. Bu ata da nənənin övladıdır da. Ata göndərdi və pullar. Nənə vermədi. öz O demək deyir, pensiyası işte ilə deləmit mənə. İndi ata buna deyir Ayxan ki, nə fərqi var? Anam olsun da, mənim övladım baxır, qonşunun uşağına baxır ki, mən təhqir kimi qəbul xahiş edirəm. Siz mənim bir Azərbaycanlı övladım. Mən düşünürəm ki, Bakının şirinliyi, Məncə onu bu paytaxtın şirinliyi, Hamısı ona buranın gəlir. azadlığı, Sərbəstliyi. təsərbəstliyi, bəli, atanın Atan yanına yanında getməkdən, o olmayacaq. belə deyim də, o çərçivədən biraz Olmayacaq. daha rahatdır, daha uyğundur. Allah demək ki, çox üzr istəyirəm, bir vətəndaş gəlib, Çox qız təəssüf gəlib, edirəm. kaçma, hardan gəlmişsiniz? Eynəkli, Eynəkli. Hə, siz gəlin. Hə.